Xalq artisti Röya Ayxan uzun zaman sonra konsert proqramı ilə çıxış edib. Milli Az xəbər verir ki, məşhur məkanların birində performans göstərən sənətçi jurnalistlərin suallarını cavablandırıb. Pop ulduz qardaşı İsmailin yeni doğulan oğlu Mete Beyazdan mərhum atası Yaqub Nəcəfovdan danışıb. Sənətçi deyib ki, Mete onun üçün xilaskardır. Mete Beyaz mənim xilaskarımdır. Öl desə ölərəm. O məni tutdu, ayağa qaldırdı, saxladı. 2 aydır onu qucaqlamışam, onunla yaşayıram. Qızın ailəsi zəng edir ki, İstanbula gəlsinlər. Deyirəm ki, dəyməyin, mən hələ özümə gəlməmişəm, getməsin. Gəlinə deyirəm ki, ikincini də dünyaya gətir. Bunu ver, get. Deyir, yox, atam nəvəsi üçün bir çəhrayı oyuncaq almışdı, bir də boz rəngdə papış. O papışı tez geyindirdim. Sonradan vəziyyəti ağırlaşdı, heç nə edə bilmədik. Quşu özündə olanda 2 cür almışdı, hər şeyi çox istəyirdi ki, oğlunun oğlu olsun. Deyirdi, nəvə deyirdim ki, sənin nəvələrin var da, 2 qızının da övladları var deyirdi, öz nəvəmi, oğul nəvəmi istəyirəm. Mete mənim üçün başqa dünyaya qapı açdı. O, mənim üçün hər şeydir. Öz oğlum doğulanda belə hisslər yaşamamışdım. İndi elə bil anayam mən, ya da nənəyəm mən nə bilim qoymayacağam ki, bibi desin. Röya desin.